müqaviləyə əsasən 30 vaqon ilin sonuna qədər Rusiya istehsalının 30 vaqon ölkəyə gətiriləcək və istismara buraxılacaqdır. Daha sonra isə perspektivdə 2030-cu ilə kimi olan perspektivdə əlavə 300 ədəd vaqonun alınması nəzərdə tutulub. Bu 300 ədəd vaqon isə hələ də müəyyən olunmayıb hansı ölkədən işləyəcəyimiz, çünki artıq bir çox Avropa ölkələri, qabaqcıl Avropa ölkələrinin istehsalı olan vaqon parkları, vaqon istehsalçılarla mütəmadi olaraq intensiv görüşlər və danışıqlar aparılır. Yəqin ki, bu barədə yekun qərar olduqda təbii ki, media ilə paylaşılacaq və eyni zamanda bildirmək istərdim ki, alınacaq 300 ədəd vaqon parkımız bizim ən qısa və ən yeni xəttimiz olan Bənövşəyə xəttə istismara veriləcək. Medianı, sərnişinləri maraqlandıran suallardan biri də yeni açılacaq stansiyalardır. Yeni açılacaq stansiyalar qeyd etdiyim kimi 10 stansiya təşkil edəcəkdir ki, onların yerləri haqqında hal-hazırda araşdırma işləri, araşdırma müəyyənləşdirmə işləri gedir. Bildiyiniz kimi tikinti layihədən başlayır. Hazırda layihə işləri gedir və demək olar ki, tamamlanma üzrədir. Layihədə əsas hədəflərimiz stansiyaların keçidlərinin yeri, stansiyaların yolları, yeraltı trasları müəyyən etməkdən ibarətdir və 10 ədəd stansiyadan artıq net olaraq yeri bəlli olan stansiyalarımız Ağşəhər və Enzes qəsəbəsində açılacaq stansiyalardır. Eyni ilə onu bildirmək istərdim ki, bu iki stansiya xətlərin ayrılmasına da öz töhfəsini verəcəkdir. Dərnəgül elektrik deposu eyni zamanda metro stansiyası kimi fəaliyyət göstərəcək. Bu artıq metropolitenin 3-cü yerüstü metrosu olacaq. Bu səbəbdən ərazidə sərnişin platformasından sonra hal-hazırda mövcud olan yeraltı piyada keçidə qədər hissədə yeni yeraltı piyada keçidinin inşası nəzərdə tutulur. Artıq vaqonlardan düşən sərnişinlərimiz platforma vasitəsilə qeyd etdiyim yeraltı piyada keçidə keçid edərək Abay Kunanbayev küçəsi istiqamətində və əks istiqamətdə çıxış edə biləcəklər. Deponun ərazisində metropolitenin əməkdaşları üçün istirahət zonaları, futbol meydançası, söhbətgahlar, yaşıl parklar və avtomobil dayanacağının da inşası nəzərdə tutulur. Ərazidə müəyyən ağac növləri var. Elektrik deposunun tikinti standartlarına əsasən bu ağacların köçürülməsi üçün zərurət yaranıb. Bakı metropoliteni tərəfdən aidiyyatı qurumlarla bərabər inventarizasiya aparılıb. 464 ağac, 64-ədək ağac köçürüləcək. Çox vacib məqam qeyd etmək istəyirəm ki, köçürülmə bu Dərnəgül deposunun ərazisinin içində, daxilində aparılacaq. Bu deməkdir ki, eyni iqlim şəraitidir, eyni torpaq təbəqəsidir və eyni mühit təmin olunacaq. Hal-hazırda Dərnəgül elektrik deposunun ərazisindəyik. Burada həm jurnalistlər üçün, həm ekspertlər üçün mediatur təşkil olundu metropoliten rəhbərliyi tərəfindən. Təşəkkür edirəm ki, bu məsələdə şəffaflığı təmin ediblər və həmin ərazidə artıq depo tikilir. Bakıda sayca 3-cü depo olacaq və depo ilə yanaşı həm də burada bir yeni metro stansiyasının tikintisi, yerüstü stansiyanın tikintisi nəzərdə tutulur. Yeni bir stansiya olacaq təbii ki, bu Binəqədi rayonu ərazisidir. Burada həm də yenilik ondan ibarətdir ki, metro xətləri bir-birindən ayrılır. Yaşıl xətt, qırmızı xəttdən ayrılır. Bu metro tarixində ilk dəfədir. Biz də uzun müddətdir bu təkliflərlə çıxış edirdik və bildirirdik ki, xətlərin ayrılması metroda intervalın azalmasına səbəb olacaq, qatarların daha intensiv hərəkətini təmin edəcək və bir çox üstünlükləri var. Şəxsən bizim üçün də bu maraqlıdır. Birincisi, ilk dəfə bu baş verəcək. Bu bir təcrübədir həm də. Eyni zamanda intervala və digər proseslərə necə təsir göstərəcək, bu məsələ bizi maraqlandırır. Yəni, burada artıq qatarlar birbaşa gedir, sonra qayıdır geri. Yenilikdən sonra qatarların geriyə dönüb qayıtması bu fasiləsizliyi rahat şəkildə təmin edir. Gələcəkdə digər xətlərin də ayrılması məsələsi nəzərdə tutulur. Bu, həm də Cənab Prezident tərəfindən təsdiq edilmiş dövlət proqramında öz əksini tapıb. Amma ilk buradan başlayır. Arkada gördüyünüz bu qazıntı yerlərini yəqin ki maraq oyadır. Orada ağaclar əkiləcək.
hansı ağaclar əkiləcək? Üzbəüz 464 ədəd şam ağacı var və bu ağacların köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə müzakirə edilib və artıq bir ay əvvəldən həmin o çuxurlar qazılıb, eyni sayda bu ağacların sayı qədər çuxurlar qazılıb, yer hazırdır və müzakirə olunan əsas məsələ də odur ki, buradan köçürüldükdən sonra bu ağacların hamısı orada rahat şəkildə aqrotexniki qulluq nəticəsində inkişaf edə biləcək. Çünki ərazi tam müayinə edilib aidiyyəti qurumlar tərəfindən. Yaşıllıqları qorumaq üçün metropoliten tərəfindən belə bir addım da atılıb. Biz də bunu alqışlayırıq, dəstəkləyirik və ümid edirik ki, nəticədə yollarda şəxsi avtomobillərlə, taksilərlə, avtobuslarla hərəkət edən insanların sayı azalacaq və beləliklə Bakı tıxacdan xilas olacaq. Jetur, gələcəyə toxunmağı sevənlər üçün.